Bərdə rayonu Dəymədağlı kəndində fəaliyyət göstərən pendir sexinin rəhbəri Lətifin idarəçiliyi ilə bağlı sakinlər və istehlakçılar arasında ciddi narazılıqlar yaranıb. Bildirilir ki, müəssisədə sanitar-gigiyenik qaydalara tam əməl olunmur, istehsal prosesi lazımi nəzarət olmadan həyata keçirilir və məhsulların keyfiyyəti ilə bağlı suallar ortaya çıxır. Kənd sakinlərinin sözlərinə görə istehsal sahəsində təmizlik və təhlükəsizlik standartlarının aşağı səviyyədə olması həm çalışanların sağlamlığı, həm də istehlakçıların təhlükəsizliyi baxımından risk yaradır. Eyni zamanda məhsulların saxlama şəraiti və istifadə olunan xammalın keyfiyyəti ilə bağlı şəffaflığın olmaması narahatlığı daha da artırır. Qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən hər bir müəssisə qanunvericiliyin tələblərinə uyğun işləməli, müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanılmalı və istehlakçıların sağlamlığına məsuliyyətlə yanaşılmalıdır. Aidiyyət dövlət qurumları məsələyə diqqət yetirməyə, müəssisədə yoxlama aparmağa və aşkar olunan nöqsanları aradan qaldırılması üçün tədbirlər görməyə çağırırıq. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması hər bir istehsalçının əsas vəzifəsidir.